Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizlər üçün qatları tək-tək sayılan xırçıltılı, çox ləzzətli şirin qoğallar hazırlayacağım. Əvvəlcə mayamızı aktivləşdiririk. 1 xörək qaşığı, yəni 10 qram quru maya götürürük. Üzərinə 1 xörək qaşığı şəkər tozu əlavə edirik və 2 xörək qaşığı da un əlavə edib bura 100 ml, yəni yarım stəkan ilıq süd əlavə edirik və yaxşı-yaxşı qarışdırıb bir 15 dəqiqə gözlədirik ki, mayamız aktivləşsin. Ümumilikdə stəkan yarım süd lazımdır bizə xəmir üçün. 1 stəkanını xəmiri yoğurmaq üçün saxlayırıq. Yarım stəkanını da mayamızı aktivləşdirdikdə istifadə edirik. Və beləcə mayamızı gözlədirik. İndi isə xəmiri yoğururuq. Xəmir üçün 1 kiloqram un götürürük. 1 kiloqram unda 8 stəkandan 2 xörək qaşığı əski un eləyir. Üzərinə yarım çay qaşığı duz, 1 xörək qaşığı şəkər tozu, 2 paket şəkərli vanil əlavə edirik və 1 çay qaşığı da sarı kök əlavə edib quru ərzaqlarımızı əvvəlcə hamısını yaxşı-yaxşı qarışdırırıq. Ümumilikdə 2 xörək qaşığı şəkər tozu götürmüşdüm. 1 xörək qaşığını unun içərisinə əlavə edirik. 1 xörək qaşığı şəkər tozunda mayamızı aktivləşdirəndə istifadə edirik. Və orta hissəsində bir belə çuxur yaradırıq. Bura ev temperaturunda olan 2 ədəd ağlı sarlı yumurta, 200 qram 20-25% yağlı xama əlavə edirik. Mayalı xəmir olduğu üçün mütləq çalışın ki, ərzaqlar hamısı ev temperaturunda olsunlar, soyuq olmasınlar. Və 150 qram da ərinmiş kəri yağı əlavə edirik. Kəri yağını da əlavə etdikdən sonra görürsünüz mayamız aktivləşib. Maya aktivləşdikdən sonra bunu da qarışdırıb içərisinə əlavə edirik. Və qalan bu 1 stəkan südümüzü də ilıq halda əlavə edərək yumşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Dəyərli izləyicilərim, ilaxır çərşənbəniz də mübarək olsun. Süfrələriniz hər zaman bol, ruzili, bərəkətli, canınız isə sağlam olsun. Südümüzü gördüyünüz kimi hissə-hissə əlavə edərək xəmirimizi yoğururuq. Qeyd etdiyim kimi qoğalın xəmiri yumşaq bir xəmir olmalıdır. Amma onu da qeyd edim ki, unların növündən asılı olaraq ola bilər bir qədər artıq da süd istifadə edə bilərsiniz. Ümumilikdə bu xəmirdə stəkan yarım, yəni 300 ml süddür. Yarım stəkanı mayanı aktivləşdirəndə istifadə edirik. 1 stəkan südlə də xəmirimizi yoğururuq. Amma mənə 1 stəkan süd burada azlıq etdi. Ona görə sonradan 50 ml də süd götürdüm. Təbii ki, qızdırdım, ilıq halda istifadə etdim. Və ümumilikdə yəni 1 stəkandan 50 ml artıq xəmir üçün süd istifadə etdim. Yəni sizlərdə də belə olarsa, lazım olarsa əlavə də süddən istifadə edə bilərsiniz. Xəmirimiz qeyd etdiyim kimi yumşaq və ələ yapışmayan bir xəmir olur. Xəmiri yaxşı-yaxşı yoğururuq. Yoğurduqdan sonra üzərini örtürük və mayalanmasını gözləyirik. Şəkər bura paxlava xəmirinə nisbətən qoğal xəmiri yaxşıca mayalanmalıdır. Mən də xəmirimi qalın bükdüm ki, tez mayalansın. Və baxın, gördüyünüz kimi çox gözəl bir xəmirim oldu. Yumşaq bir xəmirdir. Xəmir mayalanan müddətdə də biz xəmiri yağlamaq üçün həm yağımızı əridirik, həm də içlik hazırlamış oluruq. Qoğalın xəmirini yağlamaq üçün mən 450-500 qram yağdan istifadə etdim. Kəri yağımızı ərdirəm, hətta qaynadıram gördüyünüz kimi ki, ayranı tamamilə ayrılsın, daha sonra isə süzüb istifadə edirəm. İçlik üçün də 2 stəkan, yəni 260 qram un götürürük. Üzərinə 1 paket vanil əlavə edirik və 120 qram kəri yağımızı da soyuq kəri yağı olmalıdır, onu da qeyd edim. Sürtkəcin iri gözündən keçirdirik və yağla unumuzu əvvəlcə biraz umac edib, sonra da üzərinə 1 stəkan şəkər tozu əlavə edirəm. Elə sizlər hamısını bir yerdə də əlavə edərək umac hazırlaya bilərsiniz. Bir də əgər şirin qoğalın içliyində hil ədviyyatını sevirsinizsə, üzərinə yarım çay qaşığı hil də əlavə edə bilərsiniz. Yenə də qeyd edirəm, burada ümumilikdə 2 stəkan undur, 1 paket vanil, 120 qram soyuq kəri yağı, yəni soyuducudan çıxardıb istifadə etmək lazımdır. Sürtkəcin iri gözündən keçirtmək və 1 stəkan, yəni 200 qram da şəkər tozudur. Hamısını yaxşı-yaxşı ovub umac hazırlayırıq. Umacımız da hazır olduqdan sonra və artıq budur. Gördüyünüz kimi xəmirimiz çox gözəl mayalanıb. Xəmirin əvvəlcə maya qoxusunun gəlməməyi üçün biraz havasını alırıq. Daha sonra isə hər zaman olduğu kimi mən xəmirimi tərəzidə çəkirəm. Yəni xəmirimin kütləsi nə qədər gəlirsə, gördüyünüz kimi bu kütləni mən 9 hissəyə bölürəm və
Nə qədər gəlirsə, həmin qramdan da kündələrimi tuturam. Mənim kündələrim 208 qramlıq kündələr oldu. Tərəzidə çəkəndə kündələrin hamısı eyni bərabərdə olur. Yəni biri kiçik, biri böyük olmur. Amma tərəziniz yoxdursa, gözə yarı olaraq da bölə bilərsiniz. Mən şirin qoğalları da 9 kündədən hazırlayıram. Yəni eynən şor qoğalda olduğu kimi və kündələyirəm bunları hamısını. Kündələdikdən sonra da mütləq üzərini bir salafanla örtüb bir 15 dəqiqə gözlətmək lazımdır ki, biraz da kündələr yəni kündəsini alsınlar ki, yayarkən yuxaları rahatlıqla yaymaq, açmaq olsun. Baxın, görürsünüz, axır kündəsini alıblar, çox qəşəng şişiblər, bir qədər də yumşalıblar. Bir-bir götürürük, üzərinə altına un səpərək yuxalarımızı yayırıq. Mən bir yuxanı yayıram, yaydıqdan sonra artıq başlayıram bunları yağlamağa. Yəni bir-bir yayıram. Hamısını bir dəfəlik yayıb hazır qoymuram. Bir-bir yayıram, digərlərini də kənarda yayaraq üst-üstə yığıram. Və bu müddətdə də yuxaların arasına çəkdiyimiz yağlar donmuş olur, bərkimiş olur. Qatların arasında yağ donmuş olduğuna görə də bişərkən də qoğalların qatları çox gözəl alınır. Videomuz çox uzun alınmasın deyə mən bir kündənin yayılmasını burada sizlərə göstərirəm. Məncə yetərlidir. Və gördüyünüz kimi yuxamızı qəşəng yaydım nazik şəkildə. Və indi masanın üzərini yağlayıram. Masanın üzərini yağlayarkən də mütləq çalışın ki, bitki yağı ilə, yəni duru yağla yağlayın. Kərə yağı vurmayın ki, kərə yağı donur, sonradan xəmirin alt hissəsi masaya yapışmasın deyə. Ona görə də mütləq çalışın ki, duru yağla yağlayın. Masanı yağladıqdan sonra yaydığımız ilk kündəni masanın üzərinə yerləşdirirəm. Və nə qədər gəlirsə, o qədər də dartaraq ilk kündəni masanın üzərində biraz düzəliş verirəm, düz bucaqlı formaya gətirirəm və alt kündəni formaya gətirdikdən sonra digər kündələri də hamısını üst-üstə qoyaraq dartaraq birləşdirirəm. Baxın, bu da əritdiyimiz 250 qram kərə yağıdır. Əridirik, tortasından tamamilə ayırırıq, yəni ayranı tortası qalmasın və süzgəcdən keçirdirik. Fırça ilə hər tərəfini yaxşı-yaxşı yağlayıram. Və bunu yağladıqdan sonra artıq keçirəm digər masamın üzərində ikinci kündəmizi yaymağa. Və bu müddətdə də yuxaların arasındakı yağlar donmuş olur və bişərkən də qoğallarımız qəşəng qat-qat alınır, xırçıltılı alınır. Çalışın ki, bu yuxaları dartarkən qətiyyən cırılmasın. Çox az cüzi ola bilər, amma çox cırılmasınlar ki, çünki bunlar qat verir qoğallara. Yəni cırılarsa qoğallarınızın qatları alınmaya bilər. 9 kündəmiz var burada. Deməli, ən son 9-cu kündənin üzərinə yağ vurmuruq. 8 kündən hamısını üst-üstə yığaraq, beləcə kənarlarını dartaraq birləşdirib yağlayırıq. 9-cu kündənin üzərinə isə yağ vurmuruq. Qeyd etdiyim kimi, bir də çox vaxt xanımlarımız məndən bu qoğalın xəmirinin enini, uzunluğunu soruşurlar. Düzdür, masam iridir, amma mən bu dəfə sizlər üçün bunu da xəttkeşlə ölçdüm. Demək ki, qoğalların xəmirini dartıb birləşdirdikdən sonra uzunluğu oldu 75 sm, eni isə 60 sm. Sizlər də nə qədər bacarırsınızsa, o qədər dartın. Yəni xəmiriniz əlinizin altında nə qədər dartılırsa, o qədər də dartın. Həm yuxalar bir qədər incəlir, nazikləşir. Bişərkən də qəşəng xırçıltılı alınır. Yuxa nə qədər nazik olursa, o qədər də qoğalların qatları qəşəng xırçıltılı olur. Amma qalın qalanda bir o qədər də xırçıltılığı olmur. Və bu artıq 9-cu yuxadır, üzərinə yerləşdirdim. Kənarlarını dartaraq birləşdirirəm və gördüyünüz kimi 9-cu yuxanın üzərinə qətiyyən yağ əlavə etmirəm. Üzərindən də biraz baxın belə edirəm ki, bu üst kündə də alt kündəyə yapışsın. Xəmirin kənarları biraz nahamar olduğu üçün kənar hissələri kəsib çıxardıram. Təbii ki, onları da israf etməyəcəm. Onları rulon bükərək həmin bu kənarlardan da 2 ədəd qoğal hazırlayacağım. Xəmiri də 2 barmaq enində kəsdim. Yəni 2 barmaq enində olmaqla lentalar kəsdim. 21 ədəd lenta alındı. 2 ədəd də xəmirin kənarlarından ki, bu artıqları kəsmişdim. 2 ədəd də onlardan qoğal hazırladım. Ümumilikdə 23 ədəd qoğal çıxdı. Dəyərli izləyicilərim, kim hardan videomu izləyirsə, videoları izləyərkən hər birinizdən çox xahiş edirəm ki, zəhmətə dəyər verib, saniyənizi ayırıb
Videomuzu izləyərkən yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın və əgər videolarımızı bəyənirsinizsə, yaxınlarınıza da paylaşın. Sizlər də kanalımızın böyüməsində bizlərə bu cür dəstək olmuş olarsınız. Dəstək olan hər kəsdən də Allah razı olsun. Hər birinizə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Və gördüyünüz kimi rulonları kəsdikdən sonra ehmalca özümə tərəf darta-darta bükürəm. Mütləq çalışın sizlər də bir qədər darta-darta bükün ki, xəmir bir qədər də incəlsin. Rulonları bükdükdən sonra da birbaşa içliyi içərisinə qoymayın. Mütləq yenə də gözləyin. Yəni rulonları bükəndən sonra üzərlərini salafanla örtüb, hardasa bir 25 dəqiqə, 30 dəqiqə belə gözləyirsiniz və baxın gördüyünüz kimi artıq rulonlar çox qəşəng şişiblər, bir qədər də özlərini tutublar. Bu cür olduqda artıq içərilərini də oymaq rahat olur. Və rulonları bir-bir götürürük, baxırıq hansı üzü biraz nahamardırsa, hər zaman o hissədən içlik əlavə edin. Və o hissədən xəmirin kənarını gətirib orta hissəyə birləşdiririk və oyuq açırıq içərisində 2 çay qaşığı yarım, 3 çay qaşığı içlikdən əlavə edərək beləcə düzəldirik hamısını qatları qaçmamaq şərti ilə və üzü aşağı hələ ki qoyuruq, üzərindən basmırıq. Baxın görsünüz götürürəm, hansı tərəf nahamardır. Xəmirin kənarını o hissəyə gətirirəm, orta hissəyə və barmağımla başlayıram ortasını dəlməyə. Yəni ortasında bir çuxur açırıq və bunu da edərkən mütləq ara bir belə çevirib baxın ki, bu qatlar qaçmasın, orta hissədə qalsın. Yəni qoğalın qatları qaçmasın orta hissəsindən. İçliyi də təbii ki, zövqə görədir. Mən 2 çay qaşığı yarım içlikdən istifadə etdim. 3 çay qaşığı da qoya bilərsiniz. Və beləcə hamısını düzəldirik və yığırıq. Yenə də üzərlərindən hələ ki basıb forma vermirik. Hamısına içlik əlavə edib yığdıqdan sonra artıq ilk hansına ki içliyi qoymuşduq, ondan da başlayırıq üzərindən yayaraq forma verməyə. Sizlər də bu cür gözlədə-gözlədə hər birini hazırlasanız, sizin də hazırladığınız qoğallarınız çox gözəl alınacaq. Hamısına içliyi qoyduq artıq gördüyünüz kimi və hər birini də mən salafanın altında saxlayıram ki, qurumasınlar. Yəni hazırlayarkən mütləq salafan altında saxlayın, üzərlərinə bir salafan çəkin və beləcə götürürük. Hamısına içliyi qoyduqdan sonra yenə alt hissədən, bükdüyümüz hissədən üzərindən basaraq forma verib hamısını yığırıq. Əgər istəyirsinizsə, qoğallar daha da hündür çıxsın, çox nazik çıxmasın, onda üzərindən çox basmayın. Elə çox azacıq biraz basın, qoyun hündür qalsın. Və beləcə hamısını hazırladıqdan sonra bunları da görürsünüz, qatları da üzərində qalır. Məsafəli şəkildə listimizə yığırıq. Listin içərisində də təbii ki, yenə də gözlətməyə lazımdır. Mayalı xəmir olduğu üçün hər zaman bunları gözlədə-gözlədə hazırlayırıq. Listin içərisində də bir 25 dəqiqə, 30 dəqiqə qalır. Daha sonra isə bir ədəd yumurtanı bütöv götürürük. Bir yumurtanın sarısını və bir çay qaşığı da duru yağ əlavə etdim. Qarışdırdım, yaxşı-yaxşı üzərlərinə çəkirəm. Və şirin qoğallar olduğu üçün şirin qoğalın üzərinə ağ küncütdən də istifadə etdim. Ağ küncütdə səpirəm. Sobamı da öncədən yandırmışam. Mən qoğalları konveksiya rejimində 160-170 dərəcə arasında demək sobanın ən alt gözünə yerləşdirirəm. Və 35 dəqiqə müddətində bişirirəm. İstəyirəm xırçıltılı olsun. Ona görə 35 dəqiqə bişirirəm və bişənə yaxın 5 dəqiqə qalmışda orta gözə yerləşdirirəm ki, üzəri daha da yaxşı qızarsın. Və budur, qoğallar hamısı bişib hazır oldular. Tam soyumasını gözləyirik. Gördüyünüz kimi çox gözəl alınıblar. Xına kimi qıpqırmızı qızarıblar. Qatları da hamısı tək-tək bilinir və ətri də bütün mətbəximi bürüyüb. İndi kəsib iç görünüşündə sizlərə göstərəcəm. Gördüyünüz kimi şirin qoğallarımızın içi çox gözəl bişib, qatları tək-tək sayılır, xırçıltılı, dadlı, ləzzətli, bir sözlə möhtəşəm alınıblar. Sizlər də əgər hazırlamamısınızsa mütləq hazırlayın, nuş edin. Bilirəm ki, dadından doymayacaqsınız, çünki
çox ləzzətli, çox dadlı alınır. Bir daha dəyərli izləyicilərim, İlaxır çərşənbə münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Sizlərə bir-birindən gözəl günlər arzulayıram. Allah sizləri var eləsin. Sizlər də bu cür nemətlərdən hazırlayın, yaxınlarınızı sevindirin. İnşallah yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Allah'a əmanət olun.